Papilloma virus müasir dövrün ən qorxulu, ən təhlükəli, ən fantastik bir virusuna çevrilib. Niyə bu qədər qorxuludur? Onkologiya gətirə bilirmi? Bəli, əfsuslar olsun ki, gətirilə bilir. Ona görə qadınlarda papilloma virusu yoxlanılmalıdır. Xüsusilə də eroziyası olarsa, tez-tez cinsi partnyorları dəyişilərsə, xüsusilə səpkiləri olarsa, papillomaları varsa, mütləq şəklində papilloma yoxlanılmalıdır. İkinci mərhələ hansı növüdür? Onun ən təhlükəli növləri var. 16, 18, 6, 11, 53 və o qədər də təhlükəli olmayan. Hansından olmasından fərqli olaraq uyğun müalicə taktikası seçilir. Amma burada bəzi şeylərə diqqət etdirməliyik. Çünki qadınlar çoxlu qorxusu var bu papillomaya qarşı. Birincisi, qadın 25 yaşa qədərdirsə papilloma onun üçün təhlükəli deyil. İkinci, qadın cinsi həyatı 5 ili olmayıbsa papilloma onun üçün təhlükəli deyil. Yalnız 5 il cinsi həyatdan sonra papilloma yoxlamaq lazımdır. Üçüncüsü, qadının eroziyası uşaqlı boynunda yoxdursa, yarası yoxdursa daha rahat keçəcək papilloma virus infeksiyası. Amma əksinə, əgər eroziya varsa, cinsel partnyorların tez-tez dəyişməsi varsa və papilloma virusu aşkar olubsa, gözləmədən ay keçər, ay ötər olmaz. Bu faktorları müalicə eləmək lazımdır. Bir nömrə uşaqlı boyun eroziyasını yandırmaq lazımdır. Ya konizasiya, ya götürmə lipoksiziya ki, ocaq oradadır. Papilloma virus məhz o yaranın içində yaşayır və artır. O yara götürülərsə, 6 ay sonra yoxlayır, infeksiya artıq yoxdur. Bir nömrə müalicəsi budur. Sözsüz ki, immunitet dərmanı və sözsüz ki, peyvənd. Peyvənd də papilloma virusu yoluxmusunuzsa, artıq aktiv fazadırsa, olmaz vurmaq. Yalnız aktiv fazadan keçəndən sonra ya yaxud ki, təhlükəli növü var, yoxdur, ona baxaraq peyvənd vurulmaması seçilir. Və bir şey də var, peyvəndi başlayırıqsa, mütləq 3 peyvəndi eləyin ki, tam gözəl immunitet yaransın. Bütün bunları eləyərsinizsə, papilloma virusu atlatıb keçərsiniz.